Salam, əziz şam təvəkkülləri. Bu gün sizə cəlb etmə mövzusuna aid maraqlı bir nümunə göstərmək istəyərdim. Gördüyünüz kimi bu vəziyyətdə qaralar başlayır və qalib gəlir. Birinci gediş fil vurur J2, şah gedişidir. Fili qurban verməklə məqsəd ağların şahını J2 xanasına cəlb etmək. Şah vurur J2 gedişinə isə qaralar gözəl bir gediş edir, vəzir H3 şah. Ağlar şahla geriyə H1 xanasına oynasalar, onda qaralar piyadanı J2 xanasına gələrək ağların şahını mat edir. Ona görə ağlar oynayır, şah vurur H3. Şah vurur H3 gedişinə isə qaralar oynayır at J5, şah, şah J4 və H4 xanlarına gələ bilmir. Məcbur J2 xanasına geri qayıtsın. Onda da qaralar oynayır. At H4, şah. At H4 şah gedişinə isə ağlar məcburdur H1 xanasına geri qayıtsın. Yeganə gedişdir. Onda da qaralar piyadanı J2 xanasına gələrək ağların şahını mat edir. J2, şah və mat. Diqqətiniz üçün təşəkkürlər. Sağ olun.